Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizə Əhmədlidə Diaqnostik Mərkəzinin tam yanında 9 mərtəbəli Leninqrad layihəli binanın 6-cı mərtəbəsindən qanuni 2 otaqlı bir mənzil təqdim edirik. Bura mənzilimizin qonaq otağıdır. Qarşısında eyvan hissəsi var. Gördüyünüz kimi eyvan hissəsi də təmir olunubdur. Mənzil yeni təmir olunub. Təmirdən sonra yaşayış olmayıb. Mənzil Leninqrad layihəlidir. Burada mənzilimizin çox giriş qapısı sağ tərəfdə belə bir açarlıq yığılıb. Sağda üzr istəyirəm, belə bir dolab hissəsi və baş tərəfdə də gördüyünüz kimi belə bir dolab hissəsi var. Burada isə mənzilin yerləşir yataq otağı. Yataq otağının qarşısındakı eyvan açılıb və içəri qatılıb belə bir geniş yataq otağı yaradılıbdır. Bu giriş hissəsindəki olan isti yer, pol döşəməsi kerama qranitdir. Hamam və sanitar qovşaqları ayrı-ayrıdır. Hörmətli izləyicilər, bura ayaq yolusu, bura hamamıdır. Hamamda duş kabinəsi yığılıb, bütün aksesuarlar quraşdırılıb. Gördüyünüz kimi tam hazırdır. İstilik sistemi kombidir. Burada isə mənzilin geniş mətbəx hissəsi və burada da paltar yuyandan soyuducusu da var. Mətbəx mebeli də tam yığılıb. Patoloqaca bütün aksesuarlar quraşdırılıb. Gördüyünüz kimi kombi aparatımız da oradadır. Dəyərli izləyicilər, mənzilimiz bir daha qeyd edirəm, yerləşir Əhmədlidə Diaqnostik Mərkəzinin tam yanında. 9 mərtəbəli Leninqrad layihəli binanın 6-cı mərtəbəsi qanuni 2 otaqlı sənəd kupça ipotekaya yararlı. Ətraflı məlumat üçün zəng edə bilərsiniz. Sağ olun, təşəkkür edirik, izləmədə qalın.